Salam değerli izleyiciler, hər vaxtınız xeyirli olsun. Biz sizinlə bugünkü dərsimizdə перед тем как, прежде чем, до того как, после того как frazalarının cümlədə düzgün işlənməsinə baxacağıq. Əvvəlcə gəlin перед, do və после predloqlarına baxaq. Artıq əksəriyyətiniz bilirsiniz, bizim bu haqda dərslərimiz də olub. Bunlar ismin predloqudur və də bu o deməkdir ki, bu predloqlar yalnız isimlə işlənir. Misal üçün, позвони мне перед выходом с работы. İşdən çıxmazdan əvvəl mənə zəng elə. Yəni выход sözü biz Azərbaycanca çıxmazdan əvvəl deyirik, feil kimi işlədirik. Amma rus dilində bunun isim versiyası var. Yəni bu da выходdur. Выходить çıxmaq feilidir, выход çıxış deməkdir. Yəni çıxışdan, işdən çıxışdan əvvəl. Sadəcə biz belə demirik. Çıxmazdan əvvəl deyirik. Və yaxud da до замужества она окончила магистратуру. Biz deyirik evlənənə qədər o magistraturanı bitirdi. Amma rus dilində zamужество isimdir. Ona görə do predloqu ilə işlədə bilirik. Yəni evliliyə qədər kimi də deyə bilərik. O magistraturanı bitirdi. Digər bir misal. Она ушла в декрет после рождения сына. Или после рождения дочери. O oğlunun və yaxud da qızının doğulandan sonra, oğlu və qızının doğumundan sonra belə də deyə bilərik, analıq məzuniyyətinə çıxdı. Yenə də burada rождение средний roddur. Rождение isimdir, yəni doğum deməkdir. Sadəcə biz Azərbaycanca deyirik doğulandan sonra. İsimlə biz do predloqunu işlədə bilərik. İndi niyə bunları izah edirəm? Növbəti o bayaq dediyim frazaları öyrənəndə, çünki biz onlarla feillər işlədirik. Bir-birindən fərqini bilmək üçün. İlk əvvəl baxırıq перед тем как, прежде чем. Əslində bunlar sinonimdir. Baxırıq cümlədə Ты выключил свет перед тем, как вышел из дома. Sən evdən çıxmazdan əvvəl işığı söndürdün. İndi nəyə görə biz burada перед тем как işlədirik? Bayaq işlətmişdik, перед var idi, düzdür, işdən çıxmazdan əvvəl. Biz burada перед выходом deyə bilərdik. Əgər выход sözünü işlətsək, isim işlətsək, перед işlədərik. Amma biz burada isim işlətmirik. Feilin özünü işlədirik, выйти feilinin özünü. Və çıxmazdan əvvəl deyiriksə, перед тем как вышел из дома. Yəni, вышел из дома, evdən çıxdın, amma çıxmazdan əvvəl. Bunun yerinə прежде чем də deyə bilərik. Ты выключил свет, прежде чем вышел из дома. Növbəti cümlə. Перед тем, как надеть линзы, вымойте руки с мылом. Linzaları taxmazdan əvvəl əllərinizi sabunla yuyun. Yenə də biz burada feildən istifadə edirik və ismə aid olan bir predloqu feillə işlədə bilmərik. Biz feil işlədiriksə mütləq перед тем как deyərik. İndi biz burada deyə bilərik прежде чем надеть линзы, вымойте руки с мылом. Əslində bunlar sinonim olsa da çox kiçik bir nüans var arada. Перед tем sanki sıralama bu cür olmalıdır kimi olur. Yəni əslində düzgün olan budur. Linzanı taxmazdan əvvəl əlləri yumaq lazımdır. Düzgün olan versiya budur. Прежде çemdə isə sanki o qədər də vacib deyil bunu eləmək kimi bir təəssüratı bağışlayır. Yəni adətən belə deyim, siz hər hansı bir instruksiyanı oxuyanda istənilən bir şeyin, dərman olsun, krem olsun, ümumiyyətlə hər hansı bir qurğunu quraşdırmaq üçün olsun, bu tip cümlələrdə adətən перед tем görəcəksiniz. Çünki orada bir sıralama var, yəni o birisi addımı atmamışdan qabaq bunu etmək lazımdır kimi. Yəni çox kiçik bir nüans budur. Növbəti cümləyə baxırıq. Перед тем, как выйдешь с работы, позвони. İşdən çıxmazdan əvvəl zəng elə. Yenə də biz burada işlədə bilərik. Прежде чем выйдешь с работы, позвони. Ümid edirəm bura kimi sizə hər şey aydın oldu. İndi до того как birləşməsinə baxırıq ki, cümlədə necə işlədirik. Do yenə qədər bildirdiyinə görə, yenə də biz bayaqki cümlələrdə gördük ki, isimlə işlədə bilərik. Родительный падежin predloqudur. Amma artıq feillə işlədiriksə, nə etməyə qədər deyiriksə, onda biz до того как deməliyik. Misal üçün, мы поговорили с ней до того, как начался концерт. Biz onunla konsert başlayana qədər danışdıq.
İndi bunu biz bir də belə deyə bilərik də. Мы поговорили с ней до начала концерта. Artıq burada nə işlətdim? Начало. Начало da isim deməkdir. Sredni roddadır. Начало yazılır. Amma do ilə bir yerdə işlədəndə родительный падеж olur. До начала концерта. Çox güman ki, rus danışarkən belə işlədəcək. Мы поговорили с ней до начала концерта. Belə deyəcək. Amma biz buradakı strukturaya baxmaq üçün do того как-ı işlətmək üçün bu formada feillə işlədib baxırıq ki, yəni cümlədə biz necə bunu işlədə bilərik. Yalnız feillə işlədə bilərik. До того как начало deyə bilmərik. До того как начался концерт. Konsert başlayana qədər. Digər cümləyə baxırıq. Накрою на стол до того как придут гости. Qonaqlar gələnə qədər süfrəni açacağım, düzəldəcəm. Yenə də biz burada deyərik ki, asan versiyada və bir rusun dediyi forma belə olacaq. Накрою на стол до прихода гостей. Do прихода. Prihod isimdir. Ona görə do prilogu ilə işlədə bilirik. Amma priti feilini götürürəmsə, do того как işlətməliyəm. Növbəti cümlə. Можешь смотреть телевизор до того, как начнется мой сериал. Yenə də mənim serialım başlayana qədər televizora baxa bilərsən. Biz bunu qısa formada necə işlədərik? Можешь смотреть телевизор до начала моего сериала. Son olaraq после того как birləşməsi. Bu da yenə də feillə işlətdiyimiz sonra mənasında olan bir birləşmədir. Позвони после того, как выйдешь с работы. İşdən çıxandan sonra zəng elə. Yenə də burada выйти feilini işlətdiyimizə görə после того, как deyirik. Növbəti cümlə. Прошло 2 часа после того, как они уехали. Onlar gedəndən 2 saat keçdi. Yenə də уехать feilini işlətdiyimizə görə после того, как deməliyik. Боль пройдет после того, как выпьешь обезболивающее. Ağrı kesicini içəndən sonra ağrı keçəcək. Она ушла в декрет после того, как родился сын или родилась дочь. O, oğlu və yaxud da qızı doğulandan sonra analıq məzuniyyətinə çıxdı. Yenə biz burada əgər после işlətsək bu cümlələrdə biz isim işlətməliyik. Misal üçün, axırıncı cümlədə baxırıq после того, как родился dedik. Biz onun yerinə deyəcəyik после рождения сына или дочери. Bu qədər əziz izləyicilər, ümid edirəm ki, sizin üçün faydalı bir mövzu oldu. Sağ olun, növbəti dərsimizdə görüşənədək.